Sure-i Bəqərə ayə 282. Əuzu billahi minəşşeytanirracim. Pənah aparıq Allaha dərgahdan qovulan şeytanın şərrlərindən. Ya əyyuhəl-ləzinə, ey o kəsləri ki, amənu, iman gətirmisiniz. İza zamanı ki, tədayəntum, təsmin tutdunuz boş verib almağa, bedəynin borc halətində ilə əcəlin müsəmma, bir müddəti məluməcən, fəktubuhu, pəs yazın onu, vəl-yəktub və gərək yaza beynəkum, sizin aruzda, katibun, yazan bil-ədli, ədalətlə, və la yəəbə katibun, və azatmaya yazan, ən o ki yəktubə yazacaq, kəma belə ki əlləməhullah, öyrədib onun üçün Allah, fəl yəktub, pəs yazsın, pəs ya gərək yazsın, və yümlililləzi və desin o kəsi ki, əleyhil haqq, onun üçündür o boş, ya onun üçündür o haqq, və yətəqillah və təqvakar olun Allah'a, ola Allah'a və Rəbbuhu, onun pərverdigarı, və la yəbxəsə və azatmayan minhu ondan şeyən bir kəlməyiz, bir sözü, fəin pəs əgər kanə ola, əlləzi o kəsi ki, əleyhil haqq, onun üçündür boş, səfihən səfih, əv zəifən, ya bədə zəif ola, mənzur sinni geçmiş ola, və la yəstətiə və qudrəti olmaya, ən o ki, yümillə deyə, huvə o, fəl-yümlil, pəs deyə, vəliyuhu, onun vəlisi, sərpərəsti, bil-ədli, ədalətlə, və stəşhidu və şahid tutun, şəhidəyni, iki şəhid, min ricalikum, kişiləzdən, fəin, pəs əgər ləm yəkuna, olmaya rəculəyni, iki kişi, fərəc olun, pəs bir kişi və əmrətani və iki xanım, sədəqəllahul əliyyul əzim.